Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərə uşaqlığınızı xatırladacaq ətri ilə, dadı ilə, ovuntusu ilə məhz o şəkər çörəyinin hazırlanmasını paylaşacağım. İnşallah ki, sizlər də bəyənərsiniz. Bəyəndiyiniz halda da videonun altındakı like düyməsini basmağı unutmarsınız. Çünki bununla siz mənim kanalıma çox böyük dəstək olmuş olursunuz. İndi isə keçək hazırlama qaydasına. Lazım olacaq bizə şəkər kirşanı, un, kərə yağı, yumurta, vanilin və qabartma tozu. Miqdarlarını da videonun alt bölümündə hamısını qeyd edəcəm. Öncəliklə 220 qram şəkər kirşanı, yəni şəkər pudrasını qaba əlavə edirəm. Üzərinə 220 qram kərə yağı əlavə edirəm. Kərə yağını margarinlə də əvəz edə bilərsiniz. Bu sizin büdcənizdən asılıdır artıq. Və mikserlə yaxşı yağ tam şəkər kirşanı ilə birlikdə ağarana qədər qatışdırıram. Daha sonra 1 ədəd yumurtanı əlavə edirəm qarışıma. 1 paket vanilin əlavə edirəm. 1 paket qabartma tozu əlavə edirəm. Yenidən mikserlə 2 dəqiqə qatışdırıram. Qarışım hazır olduqdan sonra 300 stəkan ələnmiş unu əlavə edirəm və əlimlə yumuşaq, ələ yapışmayan, kövrək, biraz ovuntulu xəmir yoğururam. Xəmir o qədər gözəl yoğrulur ki, yəni istədiyiniz formaya salmaq olar xəmiri. Bizə isə lazımdır yumru formasında hazırlamaq kündələri. Kündələrin hər birini 50 qramdan götürmək lazımdır. Yəni istədiyiniz ölçüdə, əgər gözəyarı ölçü götürə bilirsinizsə belə götürün. Yox, onda tərəzinin köməyindən istifadə edərək hər birini 50 qramdan ən ideal ölçüdür. Və hamısını bu şəkildə yumruluyub yığıram soba listimin üzərinə. Ümumilikdə bu xəmirdən 22 ədəd şəkər çörəyi çıxır və şəkər çörəklərini sobaya aralı yığmaq lazımdır. Çünki şişir, şişəndə bir-birinə yapışmasın deyə aralı yığıram və ən sonunda da üzərindən baxın çox yüngül, barmağımla çox yüngül toxunuşlar edirəm. Üzərinə isə 1 ədəd yumurtanın sarısına çox az, belə deyim də, çay qaşığının ucunda sarı limon rəngi də əlavə edib qatışdırıram və hər birinin o barmağımla oyuq açdığım yerlərə həmin yumurtalı qarışımdan əlavə edirəm. Sarı rəng əlavə etməsəz də olar. Əgər kənd yumurtasıdsa, rəngi çox sarıdsa, ehtiyac yoxdur da sarı rəngi və əvvəlcədən qızdırılmış 160 dərəcəli sobada alt üst rejimdə altı tam qızarıb, üzəri çox xəfif qızartı olana qədər bişirirəm. Əslində ağ götürülür. Mən amma ağ qətiyyən sevmirəm. Mən çox az xəfif üzərində qızardıram. Çünki çox ləzzətli olur, ovuntulu, xırt-xırtlı, yəni dəhşət dadlı olur da bu cür hazırlasaz. Amma çox da saxlamaq olmaz sobada, əks halda qupquru olur yəni. Əgər çox normal ovuntuda istəyirsinizsə, onda 20-25 dəqiqə sobada qalmalıdır. Amma sobanı da əvvəlcədən mütləq qızdırmaq lazımdır. Və bu mənim şəkər çörəklərim. İnşallah ki, bəyəndiniz, hazırlayarsınız. Əvvəlcədən hər birinizə deyirəm, göz haqqınız halal olsun. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə, abunə olmağı unutmayın. Videomu bəyəndinizsə, like etməyi unutmayın. Sağ olun, salamatla qalın.